Azərbaycan – это то окно России на Ближний Восток. Azərbaycan Rusiyanın yaxın şərqə, mövcud Xəzər regionuna, eləcə də Cənubi Qafqaza açılan layıqlı bir pəncərəsi rolunu oynayır. Bu isə bizə enerji təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə imkan yaradır. O cümlədən qaz təchizatı, mövcud elektrotexniki şəbəkələrin təmiri, logistika ilə bağlı risklərin idarə olunması və birgə layihələrin həyata keçirilməsi sahəsində. Bu gün Azərbaycan həm regionda, həm də Xəzər dənizi ətrafında bütün tərəfləri qane edən bir dövlət kimi çıxış edir. Azərbaycan həm də güclü dəniz dövlətidir və bu, Xəzər dəniz donanması vasitəsilə bir çox məsələlərin həllinə imkan yaradır. Mövcud dəniz nəqliyyatı marşrutlarının istər gəmilər, istər neft barjları, istərsə də qaz daşımaları olsun. Əhəmiyyətli hissəsi məhz onun sularından və infrastrukturundan keçir. Zəngəzur dəhlizi qaz nəqliyyatı və logistika sahəsində formalaşan mövcud marşrutlar geniş dəniz və quru dəhlizlərini birləşdirir. Bu sistemdə neft və enerji marşrutları da fəaliyyət göstərir ki, bu da Azərbaycana xüsusi, təhlükəsiz və strateji cəhətdən ağıllı bir status qazandırır. Bu münasibətləri təkcə sabitləşdirici amil kimi deyil, həm də davamlı inkişaf, logistika və infrastrukturun möhkəmlənməsi faktoru kimi dəyərləndirmək olar. Bu əməkdaşlıq nəticə etibarı ilə Rusiya və Azərbaycan arasında qarşılıqlı əlaqənin güclənməsini təmin edir. Ən vacibi isə artıq formalaşmış resurs bazası, həm neft, həm də qaz, eləcə də mövcud infrastruktur imkanları, hər bir ölkəyə enerji təchizatı, emalı və lokallaşdırma zəncirində öz yerini tapmağa imkan yaradır. Bu, bizim ölkələr arasında əməkdaşlığın artmasına, iqtisadiyyatların inkişafına və yeni texnoloji iqtisadi ittifaqların yaranmasına səbəb olacaq.